Salam, hər vaxtınız xeyir dostlar. Üçüncü videomuz bizim istirahət haqqındadır. Bugün fikirləşdim ki, neyniyək? Yay istirahətini harda keçirdək və beləliklə bütün beşiyimizi yığdıq, getdik Şamaxı dağlarına tərəf dincəlməyə. Həmişə uşaqlarla gedirdilər Pirquluzad tərəfə bizimkilər. Bu dəfə isə yığışdıq, getdik Qalevurdun dağlarından İsmail'e tərəfə gedəndə o çöllük, meşəli yerlər var oralara. Yol qutardı, gəldik, çıxdıq və belə quruntavoy yollar idi. Biraz quruntavoy yollarla çox getdik. Yaşayışsa istədik olmayan yerə gedək, istirahət mərkəzləri, insanlar çox olan yerdən uzaqlaşaq, sakitçilik bir yerə gələk. Özümüz üçün yoldan hər şey götürmüşdük. İstirahət eləmək üçün yeməyimiz, içməyimiz. Çalışdıq ki, bir dənə yaxşı suyun qırağında bir dənə özümüz üçün yer düzəldək, oturaq orada. Belə çox havalar da isti idi. Belə gözəl meşəli mənzərəli yerlər axtarırdıq ki, gedək bir dənə yer tapaq özümüz üçün. Dedim İva nə qədər gedə bilir, o çöllüklərlə çıxıb gedəcəm. Qabaqda da daim bir maşın idi, onlarda da 6 hündür maşın idi, çox yəni yol gedə bilərdik. Gəldik, axır ki meşənin içində bir dənə belə gözəl mənzərəli yer tapdıq. Mən bilən çoxdan da buralara adam gəlmirdi. Stoluz adı var idi, hər şeyi qayalığın dib tərəfində idi. Meşələrin içində sərin bir yer idi. Maşını elə saxladım orada. Maşını saxladım elə orada. Mən də çıxdım biraz ətrafı gəzdim. Görüm ki, buralar nə tər bir yerdir. Stollar var idi, stolların üstünə də süfrə saldıq, qəşəng istirahət eləməli bir yer idi, gözəl, sərin bir yer idi, ətrafa baxdım. Uşaqlarla veşlərimizi dadı boşaltdıq ora, stolumuzu düzəltdik. Ən əsası isə burada bulaq da var idi. Əsas sudur, çölə çıxanda istirahət yerinin yaxınlığında suyun olması çox vacibdir. Biz burada qəşəng bulaq tapdıq, sonra qarpızı, uşaqlar su sok almışdıq. Onları da qoyduq ora, sərinləşsin. Su, bulaqdan qəşəng su gəlirdi, buz kimi su gəlirdi. Qarpızımızı da qoyduq içinə ki, sərin olsun. Ona qədər biz yeməkləri zadı hazırlayaq. Gözəl mənzərəli yer idi. Heç kimdə yox idi. Yəni bizim yaxınlığımızda heç kimdə yox idi. Heç bir istirahət mərkəzi də yox idi. Yalan olmasın, bəlkə də bir saat yarım kənddən yol uzaqlaşmışıq, yol getmişik. O quruntavoy yollarla meşənin içinə tərəf. Hardasa bir saat yarım 40 dəqiqə olardı. Gözəl mənzərəli bir yerə gəlib çıxmışdıq. Yəni buradan dağlar, meşələr, çayların səsi həqiqətən də adama ləzzət eləyirdi. Kim düzəltmişdirsə bu stolu zadı, Allah canını sağ eləsin. Sudakı buz gəlirdi, bulağın suyu. Yol gəlmiş adam üçün həqiqətən də sərin su lap ləzzət elədi. Əlimi üzümü yudum, o sudan içdim. Sərin sudan biraz özümə gəldim. Sonra manqalımızı qaladım. Tutu da yanımdaydı, mənə kömək edirdi dayoğlu. Elə ondan manqalı düzəltdik, ətləri çəkdik. Ondan sonra quyruq almışdıq, kartof almışdıq. Belə də indi yüngülvari çöl üçün azıcıqa özümüz üçün götürmüşdük ki, orada uşaqlar zad da var. Bir yemək zad düzəldib özümüz üçün yeyərik. Əslində belə restoranlarda da oturmaq olar. Restoranlar həddindən artıq çox baha qiymətlər deyir. Ona görə sərf eləmir. Fikirləşdik ki, özümüzlə bacardığımız qədər yeyib içməyə götürək, uzaqlaşaq, qıraq bir yerdə oturaq. Sonra yedik, içdik, dincəldik, biraz yatdıq. Üzü axşama düşdük aşağı çayın qırağına. Qəşəng çayın qırağında ayaqlarımı suya soxdum. Uşaqlar da çimdi, hələ bir partiya uşaqlar çimdilər, dincəldilər. Aşağı tərəfdə göl də var idi, o gölün qırağına da getmişdilər uşaqlar. Bəziləri də çimirdi, qəşəng suyu var idi, təmiz. Biraz soyuq idi suyu. Yenə də təmiz suyu var idi. Oturduq, mən də suyun qırağında dincəldim. Uşaqlar da dincəldilər, gözəl istirahətimiz oldu. Axşama kimi səhər tezdən gedən adamlar axşama kimi istirahət elədik. Üzü axşama isə təzədən oturduq maşınımıza, tərpəndik rayona tərəf. O gözəl dağlardan, yəni meşələrin içindən həqiqətən oranın havası
adama ləzzət eləyirdi. Sonra isə çıxdıq tərpəndik üzü Şamaxıya tərəf, Daimgil tərəfə, oradan da yığışdıq elədik və üzü Bakıya tərəf tərpəndik. Bugünkü istirahətimiz də belə keçdi, çox gözəl yerlər getdik, gördük, gəldik. Valla insanlar olmayan yerlər idi. Yəni Niva ilə bacardığımız qədər, getdiyi qədər, yol qutarana qədər getdik. Çatdıq, gözəl istirahət elədik və qayıtdıq evimizə. Hər kəsə belə gözəl, xoş istirahətlər arzulayıram. Hələlik.